Sarayevonun ən qədim yerlərindən biri, tarixdə ən önəmli nöqtələrindən biri olan Latın körpüsündəyik. Niyə bura tarixin ən qədim nöqtələrindən biri hesab olunur? İndi sizə onu başa salacağım. Niyə Latın körpüsü ən tarixi nöqtələrdən biridir? Çünki tam Latın körpüsünün həmdəvərində belə bir küçə var. Bu küçə nədən ibarətdir? Sizə onu başa salım. Burada da yazılıbdır. 1914 28 iyunda tam bu nöqtədə bir sui-qəsdi, burada da yazılıbdır. Gavrilo adlı bir sui-qəsdi və Avstriya Macaristan kralı Ferdinand və onun yoldaşı Sofyanı tam bu nöqtədə maşından çıxarkən sui-qəsd edildi. Burada da tam onun ayaq izləri var. Yəni bu nöqtədən dayanıb və həmin yola doğru gəlib Avstriya Macaristan kralının sui-qəsd edildi. Burada da şəkilləri var. Bu tərəfdə də baxsaz görəcəksiniz və həmin sui-qəsddən sonra, yəni 1914-28 iyun tarixindəki sui-qəsddən sonra Birinci Dünya müharibəsi başlayıb. Yəni Birinci Dünya müharibəsinin başlamasının ən böyük səbəblərindən biri Avstriya Macaristan kralı Ferdinandın sui-qəsdidir.